Ankara'da 11. Türk Tibb Dünyası qurultayı keçirilir. Azərbaycanın da təmsil olunduğu tədbirdə dəyişən dünyada Türk dövlətləri arasında səhiyyə sahəsindəki əməkdaşlığın perspektivləri müzakirə olunur. İlk dəfə 2014-cü ildə toplanan Türk Tibb Dünyası Konqresi Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə tibb elmi ilə məşğul olan mütəxəssislər üçün mühüm mübadilə platformasına çevrilib. Bu ilki 11-ci konqresdə 19 ölkədən 3000-ə yaxın mütəxəssis iştirak edir. Türk dövlətləri ilə yanaşı digər ölkələrin təmsil edildiyi tədbirə Nobel mükafatı laureatı Əziz Sancar fəxri qonaq qismində qatıldı. Konqresdə tibb sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin önəmi vurğulandı. Azərbaycanın Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində görülən işlər haqqında məlumat verdi. Keçən konqresdə məhz Azərbaycan delegasiyası Türk Dövlətləri Təşkilatı üzv ölkələri üçün vahid Türk Transplant informasiya mübadilə platformasını irəli sürdü, təşəbbüsünü və deyə bilərəm ki, artıq bu platformanın gerçəkləşməsi üçün tələb olunan bütün hüquqi və digər prosesual məsələlər öz həllini tapmaqdadır və bu yaxın günlərdə düşünürəm ki, bu platforma işə başlayacaq. Konqres çərçivəsində yerli və xarici şirkətlərin səhiyyə texnologiyası sahəsində ən son nailiyyətlərini təqdim etdikləri sərgi də təşkil edilib. Onların bir çoxu Azərbaycanla sıx əməkdaşlıq edirlər. Biz yoğun bakım alanında uzmanlaşmış bir Ar-Ge ve üretim firmasıyız. Tıbbi cihaz üretimi yapıyoruz. Cihazlarımız Azerbaycan'da da halihazırda kullanılmakta. Ventilatörümüz olsun, yoğun bakım monitörümüz olsun. Bunların hepsini tüm kullanıcıların açık olarak kullanabileceği şekilde, hastane yönetim sistemleriyle de bağlayabilecekleri şekilde tasarladık. Kongres panel iclaslarla davam edir. 11. Türk Tibb Qurultayı sabah öz işini yekunlaşdıracaq. Tədbirə qatılan nazirlərin Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan tərəfindən qəbul edilməsi gözlənilir. Yalçın Tahiroğlu, Allahverdi Məmmədov, Azərbaycan Televiziyasının Türkiyə bürosu, Ankara. Ölkədə baş verən hadisələrlə davam edirik. Lənkəranda yol nəqliyyat